İnanın bu bulkalar o qədər ləzzətlidir ki, yedikcə dadından doymaq olmur. Xəmiri üçün ilıq süd, maya, şəkər tozu, duz. Bunları bir qabın içərisinə əlavə edib, biraz qarışdırıb, üzərinə ərinmiş kərə yağı, 2 ədəd yumurta əlavə edib, qarışdırırıq və sonda da unumuzu hissə-hissə əlavə edərək yumuşaq bir xəmir yoğururuq. Sonda xəmir çox az biraz ələ yapışqanlığı olduğu üçün 1 çay qaşığı da bitki yağı əlavə edərək xəmirimin üzərinə və qabın alt hissəsinə əlavə edirəm. Xəmirimin üzərini örtüb, qalın büküb 1 saatlıq mayalanmağa qoyuram. Bulkalarımızın içliyi üçün şəkər tozu ilə darçını qarışdırırıq və bir kənarda gözlədirik. Xəmirimiz mayalandıqdan sonra gördüyünüz kimi çox gözəl mayalanıb. Xəmirin havasını almaq üçün masanın üzərinə biraz un səpirik və xəmirimizi gördüyünüz kimi düz bucaqlı kimi yayırıq əlimizlə və zərf kimi qatlayıb üzərini örtüb 15 dəqiqə gözlədirik. 15 dəqiqə keçdikdən sonra xəmirimiz çox gözəl bir qədər də mayalanır. Kündəsini aldıqdan sonra üzərinə biraz un səpirik. Öncədən alt hissəsinə un səpdiyim üçün daha un səpmədim və 40-ın 50-yə olan ölçüdə xəmirimizi yayırıq. Ev temperaturunda tam yumuşalmış kərə yağını hər tərəfinə çəkdikdən sonra hazırladığımız darçınlı şəkərli qarışımı da hər tərəfinə əlavə edirik və əlimizlə biraz da üzərindən yayırıq. Yaydıqdan sonra rulon kimi, yəni rulet şəklində xəmirimizi bükürük. Dəqiqliklə ərzaqların miqdarını həm stəkan ölçüsü ilə, həm qramla hamısını açıqlama bölümündə, şərh bölümündə qeyd edəcəm, oradan baxarsınız. Və xəmirin bu hissələrini açıq qalmasın deyə bərk edirik, həmin hissə alt hissədə qalır. Xəmiri eyni bərabərdə olmaqla orta hissədən iti bıçaqla kəsirəm. Daha sonra isə xəmirlərimi ümumilikdə 12 hissəyə bölürəm, 2 barmaq enində kəsirəm. Mütləq iti bıçaqla kəsin ki, qatları əzilməsin. Alt hissəsinə biraz un vururuq ki, bişərkən şəkər tozu süzülməsin alt hissəsindən və məsafəli şəkildə listimizə düzürük. Listə düzdükdən sonra da üzerini salafanla örtüb, saata baxıb 45 dəqiqə müddətində listin içərisində ev temperaturunda gözlədirik. 45 dəqiqədən sonra sobaya yerləşdirib 25 dəqiqə müddətində bişiririk. Bu müddətdə də bulkaların üzəri üçün qarışım hazırlayırıq. Ankorun krem pendirindən istifadə edirəm. Daha sonra isə şəkər pudrasıdır, 1 paket vanildir və biraz da kərə yağı, yumşalmış kərə yağını yaxşıca qarışdırıb hazır edib bir kənarda gözlədirik. Bulkalarımız 25 dəqiqə müddətində xına kimi qıpqırmızı qızarır. Sobadan çıxardan kimi isti-isti olarkən bu qarışımdan üzərinə əlavə edirik. Qarışımın yarısında saxlayırıq. 15 dəqiqə keçdikdən sonra bulkalar biraz soyuyur. Qalan qarışımı da fırça vasitəsilə üzərlərinə çəkib tam soymasını gözləyirik. Və budur, bulkalarımız tam soyuyublar. İndi isə kəsib iç görünüşündə sizlərə göstərirəm. O qədər yumuşaq, o qədər ləzzətli alınıblar ki, inanın yedikcə dadından doymaq olmur. Mütləq hazırlayın, hazırlayanlara nuş olsun.